Allahu Ekber, Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Mən sizə bir sual verim. Bilirsiniz, qiyamətdə görəcəksiniz sözümün doğruluğunu. Cəhənnəmə gedənlərin çoxsunun və yaxud da hamısının problemi nə olub? Problemi bu olub ki, onlar Allahın məhəbbətini dərk etməyiblər. Allahın məhəbbətini başa düşməyiblər. Allahı qorxunc varlıq kimi tanısaq, kim xoşlayır qorxunc varlığa tərəf getsin? Qorxunc, xoşlayırıq, xeyr. Qorxuncdur deyə qaçırıq günaha tərəf. Könlümüzü ondan xoş eləyə bilmirik. Adam anasının yanında narahat olur. Bəs niyə Allahın yanında narahat oluruq, gedirik günaha tərəf? Çünki məhəbbətini dərk eləməmişik. Uşaq hər yerdə narahatdır. Görürsən, hətta biri gəlir, deyir, necəsən? Üzün çevirir, qaçır, anasından yapışır. Orada aramdır. Çünki bunun məhəbbətinə əmindir. Bizi niyə o bu cəlb eləyir özünə? Çünki biz ananın məhəbbətinə əmin deyilik. Ana deyəndə Allahı nəzərdə tuturam. Allah anadan qat-qat mehribandır. Peyğəmbər də belə müqayisə aparır, ona görə mən də belə müqayisə aparıram. Keçmişdə demişəm, döyüşün qızğın vaxtı idi. Hansı döyüşlərdən biri idi? Qan su yerinə axır. Ana da balasını itirib. Heç kəsi görmür ana. Özünü oda közə vurur, balam hardadır? Tapır onu, gedir küncə çəkilir bir xəlvət yerə, ki, heç kəs görmür də, gördülər ki, pərdə arxasından süt verir balasına. Peyğəmbər döyüşün içində moizə eləyir. Deyir, bu ana ki gördü Zeba, bu odun közün içinə özünü atdı. Balasına indi süd verir, aramdır. O, balasını öz əli ilə odun içinə atar, dedilər, yox. Dedi, bəs Allahımız bizə bundan da mehribandır. Bu anadan da mehribandır. Nə qədər insan Allahın rəhmətini, məhəbbətini çox tanısa, bir o qədər günahdan daha çox çəkinər. Allahın ağuşunda aram olar. Elə ki, Allahın ağuşuna gəldi da günahla nə işi var? Biz deyirik, yox, amandır, elə deməyin. Cəmaat o saat qaçacaq günah eləməyə. Ay insan, cəmaat günaha tərəf gedir, çünki sən Allahı düz tanıtdırmamsan. Əksinə sən onu qəddar tanıtdırdıqca günaha cürət daha çox alır. Çünki ondan ləzzət almır. Deyir, day, mənimki keçib. Heç kəs qəddar bir varlıqla ünsiyyətdən xoşu gəlmir. Heç kəsin xoşu gəlmir. Burada da deyirlər, bəs yaxşı, onda niyə deyirlər Allahın əzabından özünüzü amanda bilib çox arxayınlaşmayın? Onlar həyasız adamlardır, onlarla bizim nə işimiz var? O həyasız adamlardır. Biri var, ananın mərhəmətinə uşaq arxalanır, xəta eləyir, gəlir, deyir, bağışla, bilir ki, bağışlayacaq. Biri var, nəuzubillah, ananın mərhəmətinə arxalanır, gəlir, anasına əl qaldırır. Neynəyəcəksən, mənə? Allahın əzabından arxayın olmaq budur. Yoxsa insan xəta eləsin, etiraf eləsin, səhvini etiraf eləsin, Allahın nə işi var bəndəsinə əzab versin? Biz Allahın məhəbbətini tanıtdırmamış minbərlərdən uzun illər, 100 illər, hey Allahın əzabından danışmışıq, axırda Allahla cəmaatın arasını vurmuşuq. İndi də qaytara bilmirik. Danışanda deyirlər, qəribə danışır filan kəs, belədir bəyəm, İslamda belədir. Allahı da nəuzubillah belə deyim, məzlum eləmişik. Allaha bəndə zülm eləyənməz, amma mən məcazi mənada deyirəm. Allah fəryad eləyir ki, bu vaizlərə qulaq asmayın, mən rəhimliyəm, mənə tərəf gəlin. Bunlar mane olur cəmaatın Allaha tərəf getməyinə. Bunlar imkan vermir. Allah cəhənnəmdən danışır, amma bu səbkidə ki, mən dedim yanaşın məsələyə. Allahın məhəbbətini tanıtdırmamış, əzabından danışsan, görərsən ki, islah olmur, əksinə adamlar xarab olur. Allah Quranında cəhənnəmdən danışır, bizim əlimizə silah verir, özünü təhdid eləməyə. Ki, əlyalın olmayaq, məhəbbət macərasında da bir təhdid var da, əlyalın olmayaq, deyir, məni təhdid elə, nə ilə? Cəhənnəmlə. Deyirəm, qorxuram, çox ağırdır, çox qorxuludur. Bunu bəhanə ilə, titrə mənim qabağımda, mən də elə bunu istəyirəm, deyim, əzizim, qorxma, narahat olma, sən heç rəva bilmərəm, sən ora gedəsən. Və silahuhul buka,
Əli əleyhissalam bunu nəzərdə tutur. Münacat məqamında, ondan sonra baxın Kumeyl duasında. Özü də deyir, mən bilirəm ki, məni yandırmayacaqsan. Mən özüm əminəm ki, sən məni yandırmayacaqsan. Əntə əkrəmu min ən tuzi'a mən rəbbeytəhu. Sən çox-çox uzasan, səni Rəbb kimi tanıyanı əzabda yandırasan. Mən sənə yaraşdırmıram. Bəs bayaq dediyin nə idi cəhənnəmə? İrham zəfə bədəni, bədənimin zəifliyinə rəhm elə. Heç kef eləyir Allahla. Heç münacat eləyir. Burada deyir ki, bədənimin zəifliyinə rəhm elə, mən necə dözə bilərəm o da. Çox çətindir, çox... Sadəcə olaraq Allah da bunun sığal çəkir, nəvaziş eləyir. Necə deyir ki, bilirəm sən məni yandırmayacaqsın. Amma bu bilirəm, nəuzubillah, həyasız adamların bilirəm deməyindən deyil. Bu eşq aləmidir. Allahın məhəbbətini tanıyan insanın münacatıdır. İnsan ağlayır, cəhənnəmdən danışır münacatda ki, Allah ona ürək dirək versin. Allah onun ürəyini alsın. Və həqiqətən də özünü inandırır, rəngi ruhu qaçır, Allah da ona təsəlli verir. Mən sizə sual verirəm, uşaq qorxanda ana onun bağrına basır. Bəli. Bəs niyə inanmırıq ki, Allah biz qorxanda bizi bağrına basır? Gəlin bugündən inanaq və belə Allaha ibadət eləyək. Belə Allaha ibadət eləyək. Bəyəm anadan mehriban deyil Allah. Və bəndə gəlir bu halat düşür, adət eləyir. Nə vaxt istəsə Allah onu qucağına alsın, gəlir deyir cəhənnəmindən qorxuram. Allah da deyir, hə, bəndəm yenə gəlib ki, ona sığal çəkim, ona nəvaziş eləyim, onun ürəyini alın, bilirəm. Yəni yenə də əzizlənmək istəyir. Məhəbbətimi istəyir göstərim ona. Allah da göstərir məhəbbətini. Ona görə münacatdan doymur. Həm oddan danışır, həm eyiblərindən danışır, həm də bədbin olmur, keyf eləyir, ləzzət alır. Ondan sonra da başlayır dua eləməyə. Başlayır istəməyə. O zirəng uşaq var, əvvəl ağlayır, gəlir, ana ki qucağına alır, deyir, mənə filan şey al da, filan şey al da. Bu da belədir. Kumeyl duasına bu səpkidən baxın. Sonra başlayır cürətlə dua eləməyə, istəklərini bir-bir yad eləməyə. Çünki məhəbbəti daha çox şiddətlə hiss eləyir, etirafdan sonra. Yoxsa biz deyirik ki, biz niyə mühasibə eləmirik? Gedəcəm, danlayacaq bizi. Elə bir Allah oturub qaşqabaqlı, gəlin, niyə elədin bunu? Belə başa düşmüşük biz, belə anlamışıq. Yadımızdan çıxartmayaq ki, bizim mövzumuz mühasibədir. Bizim mövzumuz mühasibədir və mühasibədə eyibləri saymaq məsələsi var. Mən bir dəfə dediyim burada, yadınızda dedim ki, ən maraqlı serial insanın öz nəfsinin, ruhunun serialıdır. Hər gün mühasibə eləyirsən, özü kəşf eləyirsən, eyiblərin üzə çıxır, səhər yenə, birisi gün yenə, maraqla gözləyirsən, görüm sabah nələr çıxacaq ortaya. Dostlardan biri mənə mesaj yazdı ki, düzdür serialdan, amma qorxulu serialdır. Bilməm, indi yəqin bəlkə də buradadır özü. Dedi, qorxulu serialdır. Amma mən ona indi buradan cavab verirəm ki, bu serial nə zaman qorxulu olmur? O zaman ki, biləsən ki, mehriban Allahın qoynunda oturub eyiblərini sayırsan. Mehriban Allahın huzurunda oturub eyiblərini sayırsan. O Allah ki, deyir, eyibləri bəhanə ilə gəl, mən də nazlı çəkim sənin. Mən sənin nazlı çəkim. Onda ruhdan düşmürsən. Bu eyiblər bitməyəcək. Bu eyiblərin bir qismini aradan aparacaqsan, yeniləri düzərəcək. İrəli getdikcə ən eyibli insan biləcəksən özü. Eyiblər hamısı həmişə qalacaq. Öz səviyyəsində ən üstün adamlarında öz eyibləri var, öz dərəcələrində. Bunlar hamısı bəhanədir. Sadəcə deyil, eyiblər və bəhanə ilə əsas prosesdir. Allahla münacat prosesidir. Ona görə Allaha eyibləri saymaq adamı ruhdan salmır, daha da şövqünü artırır. Çünki o halda məhəbbəti daha tez hiss edirsən, daha çox rəhməti hiss edirsən. Demişəm sizə bu hədisi. Əli əleyhissalam dedi ki, bir nəfər cümə namazındaydı, Həzrət Əlinin göz
sataşdı ona, gördü çox narahatdır o. Dedi, sən qal namazdan sonra işim var. Gəldi, gördü narahat, dedi, ağa mən xəstəyəm, halım yoxdur, narahatam, çox narahat haldadır. Həzrət Əli əleyhissalam buyurdu ki, siz xəstə olanda biz də xəstə oluruq. Siz qəmli olanda biz də qəmli oluruq. Dedi, ağa bu ancaq ətrafımıza aiddir. Dedi, yox, dünyanın harasında olursa olsun bizi sevənlərə aiddir. Bunu da keçmişdə demişəm. Axı, bəlkə sevənlərdən birinin şad günüdür, birinin qəmli günü. Həzrət Əli gülsün ya ağlasın. Bəli, ruh böyük olanda adam həm gülür, həm ağlayır. Necə valideyn deyir, filan oğlumun yaxşıdır vəziyyəti, bu yandan sevinirəm, filan övladımın vəziyyəti pisdir, bu yandan da qəmliyəm. Belə olur. Eyni halda kamil insanlar belədir. Dedi ki, siz narahat olanda biz sizlə narahatıq, qəmli olanda qəmliyik. Ondan sonra bir sözdür ki, amma Əlinin Allahı, mənim Allahım, sizin Allahınız bilin, məndən çox-çox mehribandır sizə. Bu hələ mənəm. Bu hələ mənəm. Ona görə deyirlər valideynlərə ki, uşaqlarınıza dəqiqədə deməyin. Filan şeylə məsələn, səni çox istəməyəcəm. Bu sözü çox deməyin uşaqlara. Uşaq üçün faciə olmalıdır ki, valideyn onu çox istəməsin. Bu təhdidi, nə bilim mən, ömürdə bir neçə dəfə eləyərsən uşağa. Ata-ana var, dəqiqə başı deyir, çox istəmərəm ha səni. Qoy o ehtimalı verməsin. Sən onu o qədər məhəbbətlə doldur, ilk 7 ildə məhəbbəti artıqlaması ilə ona ver ki, növbəti 7 ildə ona əmrlər verəndə bilsin ki, arxayın olsun ki, bu əmrlərin qaynağı məhəbbətdir. Şəkkə düşməsin ata-ana barədə. Uşaq məhəbbət görəndə ailədə Allahın məhəbbətini daha yaxşı tanıyır. Adam var ki, anası başının üstündə dayanıb, yumruğundan elə hey təhqir eləyir, qışqırır, sonra gəlir məclisdə deyir ki, Allah anadan da mehribandır. Deyir, ananın harası mehribandır ki? Ana ben mehribandır ki? Kərək uşaq ananın mehribanlığını dadsın ki, deyəndə Allah anadan mehribandır. Məsələn, 8 yaşda, 9 yaşda uşaq desin, gör Allah nə qədər mehribandır həqiqətən. Peyğəmbər buyurur, hər dəfə uşağınızın üzündən öpəndə cənnətdə bir dərəcə özü artır. Nə üçündür? Uşağa məhəbbət verin. Allahın məhəbbətinin qapısı sizin məhəbbətinizdir. Sizin vasitənizlə Allahın məhəbbətini hiss eləsin. Sizin vasitənizlə Allahın məhəbbətini hiss eləsin. İnsan Allahın sevgisini bilsə, keyflə üzr istəyər ondan, ləzzətlə üzr istəyər. Səni çox-çox sevən böyük bir adama bir hədiyyə yaparmısan? Məsələn, görsən ondan necə adam üzr istəyir, könül xoşluğu ilə. O hədiyyəyi tərifləyirsən, deyirsən, amma sənə layiq olmadı. O tərifləyirsən, pisləyirsən, o tərifləyirsən, pisləyirsən. Bir də var ki, bir qəddar adam oturub, deyirsən, ay Allah, görəsən indi nəsə bir şey tapacaq mənim hədiyyəmdə. Biz Allaha belə yanaşırıq. Sən dedikcə ki, sənə layiq olmadı, o deyir, yox, nə gözəl hədiyyə gətirmirsən. Sən eyblərini qabartdıqca o gözəlliklərini qabardır. Bizim Allahımız belə bir Allahdır. Belə bir Allahdır. Bizi yaratmayıb cənnətlə cəhənnəm arasında qoysun. Biz elə bilirik ki, deyir, bir dənə misal deyim, birinin evinə qonaq gəlmişik. Qabağımıza qoyur ki, bax bu, məsələn, gözəl sokdur, şirədir, nar sokudur, ya nəm, alma sokudur, ya nədir, şirədir. Burada da ki, zəhərdir. Hansını istəyirsən? Durub çıxıb gedərik ki, buna təhqirdir. Yəni, mənim qabağıma bir içməli bir şərbət qoyursan, bu yandan da ki, zəhər qoyursan ki, hansını istəyirsən? Allah Quranda belə danışmır. Əlləzi xələqəl məvtə vəl həyat liyəbluvakum əyyukum əhsənu əməla. Allah ölüm və həyatı yaratdı ki, görsün hansınız daha yaxşı əməl sahibisiz. Görürsünüz, pisdən söhbət getmir. Mən sizə cənnətin dərəcələri arasında seçim eləməyi təklif edirəm. Hansı dərəcəsini seçirsən? Birinci təbəqəsini, ikincisini, üçüncüsünü, Peyğəmbərin yanında olmaq istəyirsən, Əhl-i Beytin yanında olmaq istəyirsən, ağacların içində olmaq istəyirsən, harada olmaq istəyirsən denən, özünə uyğun elə bir ateli təklif eləyir ki, bunun hansı otağında qalırsan, bax bu qapı dənizə açılır, bura filan yer açılır. Biz deyirik, yox, zirzəmiyə getmək istəyir. Cəhənnəm o zirzəmidir. Onu bizə təklif eləmirlər. Zirzəmini təklif edirlər oteldə. Ya qazanxanada qalmaq istəyirsən, ya filan otaqda. Qazanxananı təklif eləmirlər. Allahın sözü ancaq o neymətlərdəndir. Gözəlliklər içində seç. Biz gedirik
Deyir, yox, mən hökmən zirzəmiyə gedib qalacam. O da çağırır, adam göndərir, qaytarın buna, başına ağıl qoyun. Bu hara gedir, düşür binanın dibinə. Hey çağırır, yalvarır, yaxarır, getmir. Sonra deyir, Allah qəddardır. Sonra deyir, Allah, bəziləri İslamın Allahı belədir. 114 surənin 113-ünü Bismillahla başlayır. Bismillahirrahmanirrahim. Hey rəhmətindən danışır. Bu təfəkkür bizi daha çox islah eləyir. Belə bir Allahın huzurunda səhv eləmək, səhvi etiraf eləmək adamı ruhdan salmır, əksinə hala gətirir. Allah cəhənnəmi qoyub ki, münacatımıza bəhanə versin əlimizə. Danışmağa, özümüzü qorxutmağa bəhanəmiz olsun. Özdə sığal çəksin başımıza, bağrına bassın bizi. Biz ona görə stres halında dindarlıq eləyirik ki, elə bilirik ki, Allah gözləyir ki, ayağımızı kənara qoyaq, başımıza bəla göndərsin. Ona görə biz bu Allahı sevmirik və dini də məcburiyyətdən dinə əməl eləyirik. Başqalarını da cəzb eləyə bilmirik. Bizim halımız elə bir hal deyil ki, biz özümüzü onun huzurunda aram hiss eləyək, başqaları desin ki, nə gözəl haldadır bunlar. Başqaları bizə baxır, qorxur, deyir, bunlar stres içindədirlər, qaşqabaqlıdırlar, ay məni yandırdılar, bu halda yaşayırlar bunlar. Ondan sonra qoy gedim, onsuz da bəziləri fikirləşir ki, məndən adam olan deyil, qoy gedim dünyada keyfimi çəkim heç olmaz. Bu vəziyyətə düşməkdənsə. Təqvada stres olmur. Təqva aramlıq verir. Bu belə bir qorxudur. Adı qorxudur bunun. Allah qorxusu deyirik, amma bu aram eləyir insanı. Bir dənə hədis deyim, sözümü bitirim. Keçmişdə 2 dənə hədis deyəcəm. 2 dənə hədis. Birini keçmişdə demişəm, birini deyəsən deməmişəm, bilmirəm. Bunu çox demişəm keçmişdə, müxtəlif mövzularla bağlı, indi də deməyə yeri var deyə deyirəm. Sələ ərabiyyun an əmiril müminin an dərəcatil muhibbin. Çöl ərəbi, bədəvi ərəb gəldi, Həzrət Əlidən soruşdu. Nə haqqında? Aşiqlərin dərəcələri haqqında. Muhibbin, aşiqlərin dərəcələri haqqında. Ən böyük sual verir, axırıncı məqamı soruşur. Bu necə çöl ərəbi idi, mən bilmirəm. Olur da adam çıxır, təəccüblənirsən ki, bədəvi ərəbin içindən bu necə adamdır ki, çıxıb gör, gəlib Həzrət Əlidən nə soruşur? Ki, aşiqlərin dərəcələrindən danış. Həzrət Əli cavab verir. Kaş biri soruşsun da Həzrət Əlidən, o da cavab versin. Ədna dərəcatihim. Ən aşağı dərəcələri budur ki, mən istəsxərə taətəhu və istəzəmə zənbəh. İtayətini kiçik sayır, günahını böyük sayır. Gördük, mühasibə mövzusunda dedi, eybi qabartmaq yaxşıdır. Eybi qabartmaq daha çox keyf verir burada. Daha çox keyf verir. Daha çox ürəyi və əl alır Allah onda. Eybi qabardanda əksinə keyfi çox olur. Gəlib yaxşılıqlarını sayanda, eybi də qabardanda yanında, eybə daha çox diqqət eləyəndə, ağlayanda, narahat olanda Allah tez nəvaziş eləyir, qəlbi və əl alır. Ondan sonra deyir ki, və huva yazunnu ən leysə fid-dareyni məxuzən qeyru. Deyir və bu elə zənn edir ki, Həzrət Əli sözünün davamında deyir. Bu elə düşünür ki, 2 dünyada, dünya və axirətdə bundan başqa heç kəs Allah hesaba çəkməyəcək. Yəni məndən başqa heç kəs yoxdur. Hesab ancaq mənim üçündür. Yenə də hədiyyə misalını deyim. Hədiyyəni aparır o sevdiyi adama, o da bunu çox sevir. Sonra başlayır hədiyyənin eyiblərini saymağa. O da buna deyir ki, o birilər heç nə gətirməyib. O birlərin hədiyyələrini görsün. Deyir, mənim onlarla nə işim var? Bir mənəm, bir sənsən. Məndən başqa heç kəsi hesaba çəkməyəcəksən, elə bilirəm qiyamətdə. Bunu ki, Həzrət Əli dedi, bu adamın ürəyi getdi, yıxıldı. Ürəyi getdi, ən aşağı dərəcəsini dedi. Ürəyi getdi, yıxıldı, özünə gətirdilər. Nə arif adam idi bu. Özünə gələn kimi fələmmə əfaqəh həl dərəcətun ə'la minha dərhal soruşdu. Bundan üstün dərəcə varmı? Cavab verdi, nəam, 70 dərəcə. Bundan sonra 70 dərəcə də var. Bu ən aşağısı idi. Ən aşağı dərəcəsi idi. Hesab kitab və hesab kitab məqamında günahları böyütmək nəinki adamı ruhdan salır. Səbəb olur ki, Allah insanın ürəyinə əl alsın. Və bir də sonuncu hədis, hədisi qudsidir. Meyracda Allah Peyğəmbərinə buyurub ki,
Dünya əhlindən danışım sənə. Dedi, bəli, ilahi danış. Dünya əhli kimdir? Yeməkləri, gülüşləri, yuxuları və qəzəbləri çoxdur. Çox yeyənlər dolur, gözü doymur. Mədə doludur, gözü doymur, yeyir. Sonra da dərd tapır. İdarə eləyə bilmir istəklərini. Yeməkdən gülüş çoxdur. Gülüş çoxdur məsələsi incə məqamdır. Burada bilirsiniz, gülüşün çoxluğu nədir? Möminlərin daimən nişatı olduğu, yəni həmişə sevinç halında olduğu haqda hədisləri eşitmişsiniz. Buradakı deyirsən ki, dünya əhli çox gülür. Onun mənası budur ki, aza sevinir. Quranda bir ayə var, az gülün, çox ağlayın. Cəmaət bunu əsas tutur, deyir ki, görsən din deyir, ağla bütün günü. Baxırsan, görsən ki, münafiqlərə deyir onu. Deyirsiniz ki, bu əməlləri eləmişsiniz, az gülün, çox ağlayın, yəni vaysin hal uzaq. Münafiqlərə müraciətdir bu. Burada çox gülməkdə məqsəd qəflət gülüşüdür, aza sevinir. Məsələn, bir dənə uşağa baxırıq, bir dənə oyuncağa sevinir. Sənə baxırsan, bunun nəyinə sevinir bu? Din deyir, sevin et, böyük şeyə sevin. Elə şeyə sevin ki, o sevinci qəm əvəz eləməsin. Buna sevinirsən, bu əlindən çıxacaq, sonra qəmlənəcəksən axı. Əlindən müvəqqəti şeyə sevinirsən, mütləq qəm gələcək, çünki bir gün tərk edəcəksən. Deyir, sevin, amma elə şeyə sevin ki, əlindən çıxmayacaq. Sevincin daimi olsun da. Pis söz deyir. Neyniyim, mən? Pis söz demir, biz başa düşmürük Allahın sözlərini. Hər şeyin gözəlini deyir bizə, biz elə bilirik ki, nəsə bizi nədənsə məhrum edir. Deyir, elə şeyə sevin ki, sevincin daimi olsun da. Sevinç, mən də tərəfdarıyam. Elə bu dili sənə göndərmişəm, sevinəsən. Amma elə şeylərə sən sevinirsən ki, mən bilirəm ki, bu bir gün səndə olmayacaq, narahat olacaqsan. O bir dəqiqə narahatçılığı sənə rəva bilmirəm. Deyirəm, bu gün sevinmə ki, sabah qəmlənməyəsən. Elə şeyə sevin ki, hər şey əlindən geçsə, o getməyəcək. Onu da həmişə sevinəcəksən. Belə bir təklif eləyir bizə. Qəzəbləri çoxdur. Ondan sonra buyurur ki, qalilur rıza, az razıdır, hamıdan narazıdır. Belə adam gördünüz, xahiş edirəm, dostluq eləməyin. Gününüzü qara eləyəcək, deyingən adamdır o. Bu nədir, o nədir, bu nədir, filan kəsi gördüm, filan. Ancaq narazılıq eləyir. La ya'ziru ila ma əsa iləyh. Heç kəsdən üzrxahlıq eləmir, dirəcəb eləmişəm. Elə haqqı idi onun, ona layiq idi, öz günahıdır. Və la yəqbəl uzrə mən i'təzərə iləyh. Və ondan da üzr istəyəndə üzrü qəbul eləmir. Vay, o da biri gələ üzr istəyək, deyək ki, yox, sən niyə elədin bunu? Çətinə salır. Kəslan indət taə. İtayət vaxtı tənbəldir, namazdır, yenə duraq namaz qılaq, həvəssiz. Şücaun ində məsiyə. Amma şux halda, şücayət halında günah eləyir. Günahı şücayətlə eləyir. Əməluhu bə'id, əcəluhu qərib. Arzuları uzundur, əcəli yaxındadır. La yuhasibu nəfsuh. Özünü hesaba çəkmir. Qalilul mənfəə, kəsirul kəlam. Xeyri azdır, danışığı çoxdur. Bunların içində hamısını bilirsiniz, pisliyini başa düşmək asandır. Üzrü qəbul eləmir, üzr istəmir, arzuları çoxdur. Bunların hamının içində mühasibəni də yerləşdirib. Görün, nə qədər mühüm xüsusiyyətdir ki, dünya adamının deyə xüsusiyyətlərindən biridir ki, özünü hesaba çəkmir. Biz bunu o qədər pis bilmirik axı. Bunların hamısını pis sayırıq. Deməli, bu mühasibə eləməmək səbəbindən, özünü hesaba çəkməmək səbəbindən bu vəziyyətə gəlib çatır. İnsan öz eyiblərini, nöqsanlarını qabardanda Allah onu böyüdür. Kərbəladan misal çəkim, çünki 2 gündən sonra İmam Hüseyn ağanın mövlud günüdür. Sabah yox, birisi gün, Şəban ayının 3-cü günü İmam Hüseyn əleyhissalamın mövlud günüdür. Sonra Həzrət Əbəlfəzin mövlud günüdür, sonra da İmam Səccadın mövlud günüdür. Bu günlər də elə Kərbəla hadisəsinin qəhrəmanlarının doğum günüdür. Hey, nöqsanlarını qabartdılar İmam Hüseynin huzurunda Kərbəla şəhidləri. İmam Hüseyn hey, onları təriflədi. Onlar başı aşağı dayandılar, İmam Hüseyn onlara dəyər verdi.
Dedi ki, inni la a'lamu əshaben xeyran və əvfa min əshabi. Öz səhabəmdən üstün və xeyirli və vəfalı səhabə tanımıram. Onların heç biri dik dayanmadı ki, görürsən biz neynədik? Hamısı dedi ki, biz layiq olmadıq sənə. Hamısı özünü günahkar hiss elədi İmam Hüseynin huzurunda. Əvə fəyt ya Əbə Abdullah, sənə layiqli səhabə ola bildikmi? Bunların məntiqi idi. Hamısı dünyadan köçəndə nigaran köçdülər ki, biz lazım olanı eləyə bilmədik. Onlar özünü təqsirkar bildikcə İmam Hüseyn də dərəcə verdi. Birinin başını dizinin üstünə aldı, birinin üzünü yapışdırdı, qoydu. Hərəsinə bir cür qiymət verdi. Əntəl hür, o hür ki, başı aşağı gəlmişdi İmam Hüseynin huzuruna, dedi, sən azadsan, başının üstünə gəldi. Anan sənə nə gözəl ad seçib. Hamısına təriflər verdi, məqam verdi. Allahın izni ilə onları o uca dərəcələrə çatdırdı. Nəyin hesabına? Onlar eyiblərini qabartdılar. Dedilər ki, heyf ki, bundan artığını eləyə bilmədik. Biz nöqsanlıyıq. Nöqsan bizdə oldu ki, biz səni lazımi şəkildə qoruya bilmədik və bunu ürəklə dedilər. Ürəklə dedikcə İmam Hüseyn də onlara nəvaziş elədi. İmam Hüseyn Allahın hüccətidirsə, Allah özü gör nə qədər rəhəmli davranacaq bizlə. Allahın huzuruna gedək, mühasibə edək özümüzü, səhvlərimizi sadəcə sadalayaq, deyə ilahi nigaranam, narahatam, bax bu mənim əməllərim, bu mənim səhvlərim, Allah da desin darıxma, eybi yoxdur, mən görməməzliyə vururam, sənin filan əməllərim var, hey sənin başına sığal çəksin və mühasibə prosesi çevrilir bir ləzzətə, çünki eyblər tükənməyəcək onsuz da, eyb bəhanədir söz danışmağa. Eyb bəhanədir ki, insan getsin, ürəyi sınıq halda getsin Allahın huzuruna. Allah da onun ürəyini ələ alsın və onu bu vasitə ilə bağışlasın.